Saç köklərimiz həddindən artıq zəifliyir, saçlarınız ovuc-ovuc tökülürsə bu maskanı mütləq sınayın. 1 çay qaşığı üyüdülmüş mixəyin üzərinə 1 çay qaşığı bal və 1 çay qaşığı qatıq əlavə edib qarışdırırıq. Alınan bu maskanı saç diblərimizə çəkib 1 saat saxladıqdan sonra yuyuruq. Maskanı həftədə 1 və yaxud 2 dəfə edə bilərsiniz. Saçlarınız əgər gec uzanırsa, o zaman deyəcəyim bu sadə resepti sınamağınızı məsləhət görərdim. 4 ədəd aspirini un halına gələnə qədər əzirik. Daha sonra əzilən bu aspirini istifadə etdiyimiz hər hansı bir saç şampununun içərisinə töküb tam həll olana qədər qarışdırın və hər dəfə saçlarınızı yuduğunuz zaman bu şampundan istifadə edin. Saçlarımızın daha yumşaq, parlaq və hamar olmasını istəyiriksə, bu maskanı mütləq sınayın. 1 stakan suyun üzərinə 1 yemək qaşığı buğda və yaxud da ki, qarğıdalı kraxmalı əlavə edib tam həll olana qədər qarışdırırıq. Bu qarışımı qazın üzərinə qoyub 4-5 dəqiqə qatlaşana qədər bişiririk. Bişirdikdən sonra üzərinə 1 yemək qaşığı zeytun yağı əlavə edib qarışdırırıq. Bu maskanı saçlarımızın uclarını çəkib yarım saat saxladıqdan sonra yuyuruq. Maskanı həftədə 2 dəfə etməyimiz kifayətdir. Ovuc-ovuc saçlarınız tökülürsə, bu losyonu etməyinizi məsləhət görərdim. 1 qaba 1 stakan qaynar su əlavə edib, üzərinə 1 çay qaşığı mixək tökürük. Alınan bu qarışımın qapağını bağlayıb, bir gecə dəmləməyə saxlayırıq. Dəmləndikdən sonra saç diblərimizə əllərimiz vasitəsilə masaj edərək bu losyonu yedizdiririk. Losyonu 2 həftə ərzində gün aşırı edirik. Daha sonra növbəti 2 ayda həftədə bir dəfə etməyimiz kifayətdir. Əgər sizin də saçlarınız bu şəkildə ovuc-ovuc tökülüb seyrəkləşirsə, o zaman bu losyonu mütləq sınayın. 1 miqdar rozmarin bitkisinin üzərinə 2 stakan su əlavə edib qazın üzərində 10 dəqiqə qaynadın. Qaynayıb soyandan sonra rozmarin bitkisini suyundan ayırın. Suyunu uyğun bir qaba əlavə edib hər gün saç köklərinizə çəkib 3-4 dəqiqə masaj edin. Rozmarin saç folikullarını gücləndirir və saçın tökülməsinin qarşısını alır. Saçlarınız ovuc-ovuc tökülüb seyrəkləşirsə, o zaman bu təbii yağdan mütləq istifadə edin. Ovucunuza bir miqdar çörək otu yağı töküb saç diblərinizə masaj edərək yedizdirin. Yaxşı olar ki, saçlarınız təmiz olsun. Bu zaman yağ saç diblərinə daha yaxşı keçəcək və təsirini daha tez göstərəcəkdir. Bu maskanı həftədə 2 və ya 3 dəfə edə bilərsiniz. Saçlarınızda yarım saat saxladıqdan sonra yuyun. Saçlarınızın itirdiyi canlılığı və parlaqlığı geri qazanmaq istəyirsinizsə, 1 çay qaşığı kraxmalın üzərinə 1 stakan su əlavə edib qarışdırırıq. Qazın üzərinə qoyub jeli halına gələnə qədər bişiririk. Daha sonra soymasını gözləyirik. Soyduqdan sonra saçlarımızın quru halda diblərindən ucuna qədər bu maskanı çəkirik. Yarım saat saçımızda gözlədikdən sonra saçlarımızı yuyuruq.